Aziz ve hürmetli konaklar, bugünkü bizim bu hoş günümüze hoş gelmişsiniz. Hamımızın hayatında, evinizde böyle hoş günler olsun. Hamımıza hoşbaxtlık, hoş istirahat arzulayıram. Hoş gelmişsiniz yeniden. Hörmətli qonaqlar, tanışlar, dostlar, qohumlar, hər birinizə xoş gəlibsiniz deyirəm. Yeyin, için, şənlənin bu məclis sizlər üçündür. Sağ olun, məclisimizi açıq elan. Hürmetli konaklar, meclisi aparmak için hürmetli müəllimimiz Azer müəllime təqdim edilir. Çok sağ olun Resul Bey, çok sağ olun Bəxtiyar Bey. Gözünüz aydın olsun, toyumuz mübarək olsun. Osmanovlar Şiblevlər ailəsi. Yenə görüşünüzə xürrəm gəlmişəm. Mənim əzlərim, hər vaxtınız xeyir. Qəlbimdə min bəstə söz gətirmişəm. Mənim ellilərim, hər vaxtınız xeyir. Ey dağa səs salan çoban qardaşım, ey uca vüqarım, yarpağım, daşım, müəllimim, həkimim, dostum, sirdaşım, mənim əzlərim, hər vaxtınız xeyir. Fərəhlə süzürəm gözəl hüsnünü. Dostlar, birgə qaşlayaq bu toy gününü. Bugün Kəmranın ateşin bu dəstəsi ilə, Havva xanımın gözəl nəğmələri ilə və mənim dediyim el sənəti ilə təbrik edirik bu toy gününü. Mənim ellərim, mənim əzlərim, toyunuz xeyir. Mənim əzlərim, hər vaxtınız xeyir. Ürəklərimizin, qəlblərimizin fərəhlə, məhəbbətlə, coşquyla döyündüyü bu möhtəşəm toy axşamında sizlərin hər birinizi bax beləcə salamlamaqla bərabər hər vaxtınız xeyirli olsun deyirəm dəyərli dostlar, mehriban qonaqlar, xanımlar və cənablar. Bu əzəmətli möhtəşəm toyumuzun möhtərəm qonaqları, xoş gördük hər birinizi. Bugün böyük hürmətlə Şiblevlər ailəsində Vüsal bəyin, Osmanovlar ailəsində Günel xanımın məhəbbəti uğrunda qurulan bu toy axşamına bu gözəl ev sahiblərinin dəyərli dəvətini dəyərləndirib, bu məclisə təşrif buyurduğunuz üçün və bu toy şənliyinin sevincli anlarını bu ailə ilə birlikdə bölüşməyə gəldiyiniz üçün sizlərin hər birinizə ev sahiblər adından fərdi təşəkkürümü bildirirəm. Və sizlər bizlər adından çox hörmətli valideynlərə gözləriniz aydın olsun, toyumuz mübarək olsun deyərək Allahdan arzu edirəm ki, hər birimizin evində, hər birimizin ocağında bax beləcə gözəl toylar olsun. Toy, bisat, zər nişan məclisləri qurulsun. Oğul evləndirək, gəlin gətirək, qız köçürək yarışı ilə dostlar, çox hörmətli xanımlar, cənablar. Bu gözəl toyumuzun öz mühtəşəmliyi ilə davam etməsi üçün mən istədim ki, elə bu anımızda bu günümüzün səbəbkarlarını və bu toyumuzun, bu gecəmizin ən parlaq ulduzları olan Vüsal bəyi, Günel xanımı el adəti ilə gözəl bir vazalı sədası altında öz mühtəşəm toylarına dəvət eləyək. Buyursun bizim ansambl. Ansambl. Deyirəm dostlar, bax, musiqisiz keçən ömür yalandır. Musiqisiz necə öykət alandır. Bu həyətlərdə yenə bir ocaq qalandır. Bədxahları xəstə görüm, lal görüm, çalay sənətkar, bir vazalı çal görüm.
üçün yaşıllara allara, xələt salaq boyunlara qollara, nur səpmək üçün gələn yollara. Ay dostlar, ay ansambl, bəri başda bir vazalı çalınsın. Sizin gürültülü alqışlarınızla bu gecəmizin ulduzu Vüsal bəy, Günel xanım Ruslan Sadı Sarayına öz gözəl mühteşem toyuna dəvət alır. Bir alqışlarla alqışlayaq, alqışlarla təbrik eləyək. Qədəmləriniz mübarək olsun. Vüsal bəy, Günel xanım. Vüsal bəy, buyurun. Vüsal bəy, zəhmət olmasa buyurun bu gözəl masaya. Vüsal bəy. Dostum, Vüsal bəy, xoş gəlmişsiniz Günel xanım. Sizləri təbrik edirik, qədəmləriniz mübarək olsun. Bugün çox hörmətli bəyimiz Vüsal bəy, Ruslan Sadı Sarayında yeni həyat yolları başlayır, yeni ömür yolları başlayır. İstərdik ki, yeni başlanan həyat yolları, ömür yolları ilk öncə sizlərin şərəfinə hazırlanmış məhəbbət otunun kəsilməsilə başlasın. Bir alqışlar gəlsin bəyimizin qədimizin şərəfinə, beylər, xanımlar. Şirin dadın, şirin yer. İndi də sizi çox hörmətli bəyimiz gəlimiz gözəl bir məhəbbət rəqsinə dəvət edirik. Dostlar, toyumuzun ilk rəqsi bəyimizin gəlimizdən gəlir. İki qəlb qovuşur, herkes sevilir. Hamının sevinci yüzden bilinir. Ömrümüz her zaman gül tek kokusu. Oy bizim nəğməni herkes okusun. Her iki tarafın hoş günleridir. Bu güzel cütlüğü Allah korusun. Her iki tarafın hoş günleridir. Bu güzel cütlüğü Allah korusun. De görün ne için
senden aralı. Yüreğim bu kadar olsun yaralı. Seni ben sevirəm, dünya qədəri. Verərəm canımı senden ötəri. Üzümün gülüşü senle yaranar. Senin eşqinlə təxtim oyanar. Qoymaram küləyi əysin telini. Bir ömür tutaram yarım elini. Bir ömür tutaram yarım elini. Bir Azərbaycan sayığı istədilər Hava xanım gözəl bizim mahnılarımızdan bəyimizə gəlinimizə uyğun olan Azərbaycan sayığı istədilər. Teşekkür ederim ansambl. Teşekkür ederim beyimiz gəldimiz. Vüsal Bey, Günel xanım, xoşvaxt olasınız sözlərim. İcazə verin, biraz yardımcı olun beyimiz gəldimiz eyləsin. Uşaqları da meydandan götürün. Valideynlər, uşaqlar meydanı boşaltsınlar, çox xahiş edirik sizdən. Vüsal Bey, Günel xanım, xoş gəlmişsiniz. Qədəmləriniz mübarək olsun. Doğmalar, yaxınlar, valideynlər. Gözünüz aydın olsun, gözümüz aydın olsun. Vüsal Bey, Günel xanım, mən sizləri təbrik edirəm. Mən sizləri ilk öncə toyun aparıcı olaraq şəxsən öz adımdan təbrik edirəm. Dəyərli ansamblımız adından, çox hörmətli müğənnimiz adından, valideynlər adından, babalar, nənələr adından, elimiz, obamız adından, kəndimiz adından, toylar diyarı, Balakənimiz adından və günü-gündən çiçəklənən müstəqil Azərbaycanımız adından sizləri təbrik edirəm. Qoy bugün də bizim Azərbaycanımızın gözü aydın olsun ki, onun ağışında, onun torpağında, onun daşında sizin kimi gözəl, gənc bir ailənin təməli qurulur. Bugün münasibəti ilə mən sizləri təbrik edərək, sizin yaxınlarınıza, əzizlərinizə, doğmalarınıza göz aydınlığı veririk. Vüsal Bəy, Günel xanım, bugün Allahın əmri və Peyğəmbərin buyruğu ilə sizin bu gənc ailənin dedik ki, qeyd edildi ki, təməli qurulur. Biz arzu edirik ki, sizin bu ailənin təməli inşallah mübarək olsun. Siz bir-birinizə sadiq, vəfalı, qayğıkeş, hörmətli, dövlətli, məhəbbətli olasınız. Keşməkeşli həyat yollarını birlikdə adımlayasınız, qoşa adımlayasınız. Balalar böyüdəsiniz, ata-ana olasınız, ağsaqqal, ağbirçək olasınız. Oğul evləndirib gəlin gətirəsiniz, qız köçürəsiniz inşallah. Günel xanıma gəldiyi Şiblevlər ailəsində gözəl bir qadın xoşbəxtliyi, ana xoşbəxtliyi arzu edirəm. Qayğıkeş bir ana olasan Günel xanım. Bəyimizi isə öz ata-anasına, öz soy kökünə layiq gözəl bir övladlardan, gözəl bir ailə başçısı, gözəl bir ata olmaq arzu edirəm. Xoşbəxt olun əzizlərim, təbrik edir sizləri. Yar-yanlardan, qar-yanlardan olasın inşallah deyirik. Və çox hörmətli məclis iştirakçıları, bu gözəllikdən sonra istərdim ki, Şivlevlər ailəsində, Osmanovlar ailəsində, Vüsal bəyin, Günel xanımın bu möhtəşəm toy məclisində bizim musiqiçilərimizi, toy carçılarımızı sizlərə təqdim edim. Təbii ki, təqdimata ehtiyacı olmayan gözəl bir ansambl artıq öz taxt tacında əyləşmişdir. Mən ansamblı salamlayıram, ansamblın rəhbərlərini salamlayıram. Ansamblın yaranmasında, yaşanmasında çox böyük nailiyyətləri, uğurları olan
zərb alətlərinin mahir ifaçıları Kamran və Atəş bəy məclisimizə salamlayıram. Sintezatorda gözəl müşayiətçimiz bizim Əfqan bəyi salamlayıram. İkinci Qarabağ müharibəsinin iştirakçısı Şamonu salamlayıram məclisimizdə. Qarmon ustadı bizim Səyidi salamlayıram. Və eyni zamanda zərb alətlərində Kamran qardaşımızın övladı, bizim gözəl dostumuz, qardaşımızı salamlayıram. Yaxın günlərdə inşallah onun şərəfinə Polad, sənin şərəfinə gözəl bir toy olacaq. Bugündən təbrik edirəm eşq olsun ansambla və ansamblın çox dəyərli müğənnisi var ki, müğənni xanımımız bugün məclisimizdə iştirak edir. Şəkidən toydan gəldi. Nə gözəl, nə yaxşı ki gəldi. Azərbaycan mahnılarının, Avar mahnılarının gözəl ifaçısı Havva xanımı məclisimizə salamlayıram. Xoş görüşlük deyirik. Səsimiz inşallah toylardan gəlsin arzular. Və bir gözəl dostumuz var ki, artıq dünəndən onunla gözəl bir toylardan tanış olmuşuq və o gözəl bir toyu paylaşmaqda, belə deyək, birlikdə olmuşuq. Mən böyük hörmətlə bizim Nuray Qardaşovu salamlayıram məclisimizdə. Xoş görüşlük Nuray bəy, xoş gəlmişsən. Nuray bəyin də inşallah hər birimiz tanıyırıq. Gözəl bu toyumuzda ifalarını eşidəcəyik, bəyimizin, gəlinimizin şərəfində olan. Və toyumuzu artıq gələcək Göçünan studiya iş başındadır. Rejissorumuz İsmail bəy başda olmaqla, səyyar kamerada operatorumuz Ramizi salamlayıram. Fotostudiya 2. Qarabağ müharibəsinin iştirakçısı Abdullah Balakənini salamlayıram. Sizə gözəl görüntülər, uğurlu kadrlar arz edərək, alqışını yerləşdiyimiz gözəl məkanlardan olan yeni bir görünüşdə, yeni bir dizaynda hər birimizin ixtiyarına verilən Ruslan Şadıq Sarayının müdirinə, dostumuz Elman bəy başda olmaqla, administrator Nazim bəy başda olmaqla, xidmət kollektivinə yenə də Nazim qardaşımız var, Vüsal var, hər birini salamlayıram. Mətbəxdə fəaliyyət göstərən bəylərimiz, xanımlarımız var, onlara Allah can sağlığı, əllərinə sağlıq deyərək, sizlərə də gözəl bir toy istirahəti, toy axşamını arzu edərək, nəğmələrə, təbriklərə keçməmişdən əvvəl dostlar, mən bütün toylarımızda qeyd edirəm ki, bir tarixə qaydırıq, ötən illərimizə qaydırıq. Ötən illərimizdə müstəqil Azərbaycanımızın işğal olunan torpaqlarının işğaldan azad olunması uğrunda vətənimizdə vətən müharibəsi başlandı. Və vətən müharibəsində 44 gün ərzində Azərbaycanımızı dünyaya tanıdan, işğal olunan torpaqlarımızı geri qaytarıb, özü geri qayıtmayan Azərbaycanın igid vətənpərvər oğlanları canından, qanından keçərək vətən yolunda, vətən uğrunda, ana uğrunda şəhid oldular. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin əziz xatirəsi qarşısında hər birimiz baş əyirik. Döyüşdə iştirak edən qazilərimizə can sağlığı arz edirəm. Azərbaycanın müsəlləh əskər və zabitlərini salamlayaraq, borcumuzdur ki, bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad edək. Bu sıradan Fuad Şabanov, Allah rəhmət eləsin şəhidimizə. Allah rəhmət eləsin. Elimiz obamız bir daha ağrılı, acılı günləri görməsin nasıyla. İstədi ki, təbriklərimiz, nəğmələrimiz bəyimizin şərəfinə, gəlinimizin şərəfinə gəlsin. Havva xanımla gəlsin. Buyurun Havva xanım. Çox sağ olun Azər müəllim. Həmişə gözəl toylarda görüşək, gözəl dostumuzsan, gözəl bir masa bəyisən. Allah o gün olsun sənin də həyatına belə günlərə yığışır. Aminlər Bir olsun, daha çox sağ olun. axşamınız xeyirli olsun, gözəl məclis əhli. Hər birinizi xoş gördük deyirəm. Hər iki tərəfin valideynlərinə gözünüz aydın olsun deyirəm. Allah bu gözəl cütlüyü xoşbəxt eləsin. Oğullu qızlı olasınız. Və gözəl ansamblımı salamlayıram. Ansamblım Büsat ansamblı olsa da Azər müəllim akulalardı, akulalar. Eşq olsun, İnşallah gözəl. bugün səhərə qədər sizlənik. Sizin qulluğunuzda. Bir gözəl mahnı ilə Buyurun. sizləri təbrik edəyək. Hə.
xoşbəxt eləsin deyirəm. Həqiqətən də yoxdur bu gözəl cütlükdən. Oğullu qızlı olun. Çox sağ olun Havva xanım, təşəkkür edirəm. Toylar qismətimiz olsun deyirik dostlar və böyük hörmətlə sizləri çox hörmətli bəyimiz gəlinimiz Vüsal bəy Günel xanım bir daha təbrik edirəm. Bugün üzünüzdən, gözünüzdəki bu təbəssüm, bu sevinç heç zaman eksik olmasın Vüsal bəy. Bugün Ruslan Şadlıq Sarayında birləşən əlləriniz, qəbləriniz heç zaman ayrılmasın. Bu gözəl həyatımızda xoşbəxt olasınız, dost olasınız və mən həmişə sizlərə, cütlüyə tövsiyə edirəm ki, evə girəndə, həyata girəndə gözünüz həmişə bir-birinizi axtarsın. Can deyib, can eşidin. Xoşbəxt olun əzizlərim. Və bu gözəlliyə istədim ki, bir ağsaqqal, bir ağbiçək xeyrdası ilə başlayım. Təbii ki, ağsaqqallar, ağbiçəklər olan yerdə deyirlər ki, bir bərəkət var, bir gözəllik var. Təbii ki, həyat yollarında, ömür yollarında dünyasını dəyişən bizim ağsaqqallarımız, ağbiçəklərimiz var. Babalarımız, nənələrimiz dünyasını dəyişibdir. Dünyasını dəyişən babalarımıza, nənələrimizə Allahdan rəhmət diləyirik. Məhəmməd baba, Bahar nənə, Oruc baba, Xizli baba, Kifayət nənə dünyasını dəyişib də Allah rəhmət eləsin deyirəm. Bugün nəvə toyunun şirinisini dadmaq qisməti olan ağbiçəyimiz Xədicə nənə başda olmaqla mən Cahid babanı, ömür yoldaşı ağbiçəyimiz Şərafət nənənin məhsimizə salamlayıram. Təbrik edirəm, göz aydını verirəm. İstərdik ki, zəhmət olmasa Şərafət nənə bizlərə yaxınlaşıb bu gözəl nəvə toyunda bir nənə olaraq, bir ana olaraq, bir ağbiçək olaraq öz gözəl xeyirdalarını bu gözəl cütlüyün şərəfinə yönləndirsin. Böyük hörmətlə, buyurun Şərafət xanım, Şərafət nənə, təbrik edirik sizləri, gözünüz aydın olsun, axşamınız xeyir olsun, xoş görüşdük. Mən sizi bir daha təbrik edirəm. İkinci dəfə də təbrik edirəm. Övlad toyunda bugün də, yenə də artıq ikinci dəfə nəvə toyunda. Hələ, çox sağ ol, aminlər olsun. Gözü dolu görəsən. Cahid babanı salamlayıram efir vasitəsilə. Dünyasını dəyişənlərimizə Allahdan rəhmət diləyirik. Bugün doğrudan da gözəl bir gündür, hələ deyilmi? İstədik bu gözəl, mühtəşəm gündə sizdən bir nənə olaraq bu gözəl cütlüyün şərəfinə gözəl bir xeyirdalar gəlsin. Buyurun. Xoşbəxt olsunlar, bir-birisinin başa düşəndən olsun. Ailədə hər bir şey olur, amma bir-birisini başa düşmək hamdan böyük şey. Xoşbəxt olsunlar. Çox sağ olun ay nənə. Nəticə köçə toyu görəsən inşallah, mübarək olsun. Babaların, nənələrin şərəfinə gəlir ansambldan. Buyurun.